Güc, firavanlıq, yoxsulluq. Bilirsiniz, bəzən adama elə gəlir ki, dünya heç də ədalətli deyil, eləmi? Niyə bəzi ölkələr həmişə zirvədədir, bəziləri isə böhran və tənəzzüldən yaxa qurtara bilmir? Bugün sizinlə birlikdə qlobal iqtisadiyyatın ən böyük sirrini açmağa çalışacağıq. Diqqətimizdə məşhur millətlər niyə tənəzzül edir nəzəriyyəsi və məhz bu inqilabi işə görə verilmiş 2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatıdır. Gəlin bu mürəkkəb, amma bir o qədər də maraqlı iqtisadi tapmacanı birlikdə həll edək. Çayınızı, qəhvənizi götürdünüzsə, başlayaq. Əslində hər şey bu sadə, amma çox dərin sualla başlayır. Bir anlıq düşünün, niyə dünyanın sərvəti belə qeyri-bərabər paylanıb? Niyə eyni coğrafiyanı, eyni iqlimi paylaşan iki qonşu ölkədən biri inanılmaz dərəcədə zəngin olduğu halda, digəri yoxsulluq içində boğulur? Bəlkə günah iqlimdədir, bəlkə coğrafiyadadır, yoxsa mentalitetdə. Açığı, illərlə hamımız belə düşünmüşük. Amma bugün biz cavabı fırtınalarda, dağlarda və ya genetikada yox, tamamilə başqa bir yerdə axtaracağıq. Məsələ əslində insan beynində, daha doğrusu o beyinlərin necə yetişdirilməsindədir. Təsəvvür edin, hər bir cəmiyyətdə dünyanı dəyişdirə biləcək potensiallı beyinlər doğulur. 2024-cü ilin Nobel mükafatı da məhz cəmiyyəti irəliyə aparan bu güclü beyinlərin, düzgün təhsilin və elmi dərk etmənin əhəmiyyətini sübut edir. Bəzi xalqların uğur qazanmasının ən böyük sirri o beyinləri kəşf edib üzə çıxara biləcək mühitin, yəni düzgün və ədalətli sistemlərin, institutların yaradılmasındadır. Və budur, bütün bu böyük suallara elmi sübutlarla nöqtə qoyan o üç nəhəng ad. 2024-cü il İqtisadiyyat üzrə Nobel mükafatı Daron Acemoğlu, Simon Johnson və James A. Robinsona təqdim edildi. Burada xüsusilə Daron Acemoğlu'nun bioqrafiyası bizim region üçün çox maraqlıdır. O 1967-ci ildə İstanbulda anadan olub, Galatasaray liseyini bitirib və hazırda dünyanın ən nüfuzlu elm mərkəzi olan MIT-də çalışır. Təsəvvür edirsiniz, o bütün dünyada ən çox istinad edilən 10 iqtisadçıdan biridir. Bu üç alim uzun illik tədqiqatlarıyla cəmiyyətlərin niyə irəli getdiyini və ya niyə çökdüyünü çox konkret, vizual şəkildə göz önünə səriblər. Gəlin onların nəzəriyyəsinin düz ürəyinə daxil olaq. Baxın, alimlər çox cəsarətli bir fikir irəli sürürlər. Ölkələrin taleyini, coğrafiya yox, qurduqları siyasi və iqtisadi institutlar müəyyən edir. Yəni, hər şey sistemdən asılıdır. Və onlar cəmiyyətləri iki tamamilə ziddiyyətli yola bölürlər. İnklüziv institutlar və ekstraktiv institutlar. Yəqin indi düşünürsünüz ki, bunlar nə deməkdir? Gəlin bunu çox sadə dildə aydınlaşdıraq. Birincisi, inklüziv, yəni hər kəsi içinə alan, əhatə edici institutlardır. Elə bir sistem təsəvvür edin ki, orada sizin xüsusi mülkiyyətiniz toxunulmazdır. Dövlət sizi gücləndirir, qanun qarşısında hamı bərabərdir və ən əsası siz iqtisadiyyatda tam azad şəkildə iştirak edə bilirsiniz. Belə bir mühitdə nə baş verər? Təbii ki, insanlar yeni ideyalar, innovasiyalar yaratmağa həvəsli olarlar. Çünki hər kəs əmindir ki, əziyyətlə qurduğu işi, qazandığı pulu kimsə gəlib əlindən haqsız yerə almayacaq. Rifah da məhz bu güvəndən doğur. Amma bunun tam tərsi, yəni ekstraktiv, sömürgəçi və istismarçı institutlar da var. Mənzərəni gözünüzdə canlandırın. Milyonlarla insan dayanmadan işləyir, tər tökür, lakin ortadakı sərvət sadəcə ən yuxarıdakı kiçik bir zümrənin cibinə axır. Bəs niyə belədir? Çünki sistem məhz bunun üçün dizayn edilib. Güclülər qısa müddətli qazanc əldə etsinlər deyə kütlələr gəlirdən uzaq tutulur. Tədqiqatlar göstərir ki, belə ölkələrdə heç kim yenilik etmək istəmir. Motivasiya yoxdur. Bu da sonda o millətin qaçılmaz tənəzzülü, süqutu deməkdir. Mənbələrdə bu vəziyyəti izah edən elə mükəmməl bir ifadə var ki, inanın, bu bütün fəlsəfəni özündə cəmləşdirir. Şahın qanun yox, qanunun şah olduğu cəmiyyətlər. Nə qədər güclü səslənir, eləmi? Əgər bir ölkədə vəzifəsindən asılı olmayaraq hər kəs qanuna tabe edirsə, orada tərəqqi üçün toxumlar səpilib deməkdir. Qanun qarşısında bərabərlik olanda imkanlar da bərabərləşir. Real, dayanıqlı iqtisadi möcüzələr yalnız bu təməl üzərində qurula bilər. Başqa heç bir yolu yoxdur. Yaxşı, gəlin bunu tarixi faktlarla yoxlayaq. Sizə çox maraqlı bir misal çəkim. Osmanlı İmperiyası. Bilirsiniz də, qüdrətli bir imperiya niyə qərbdən texnoloji olaraq geri qaldı? Kitabda çox açıq şəkildə göstərilir ki, Osmanlı rəhbərliyi Avropada mətbəə kəşf ediləndə onu gətirməkdən qorxdu. Qorxurdular ki, xalq birdən kitab oxuyar, savadlanar, məlumatlanar və onlara qarşı üsyan edər. Mütləq hakimiyyətlərini itirməmək üçün yeniliyin qabağını kəsdilər. Yəni, sırf öz taxtlarını qorumaq xatirinə bütün bir cəmiyyəti qaranlığa məhkum etdilər.
Təbii ki, bu təkcə Osmanlılara xas bir hal değildi. Tarix boyu bir çox nəhəng imperiyalar, Çin, İspaniya, Rusiya və hətta Macaristan eyni ölümcül səhv ediblər. Onlar da öz cəmiyyətlərindəki mütləq nəzarəti qoruyub saxlamaq üçün yeni texnologiyalara, qatar yollarına, zavodlara müqavimət göstərdilər. Bəli, qısa müddətli planda hakimiyyətlərini qorudular. Amma əvəzində nə oldu? Xalqları yoxsulluğa sürükləndi və dünya rəqabətində bir dəfəlik uduzdular. Əgər biz 1500-cü illərdən günümüzə bir tarixi zaman oxu çəksək, hər şey su kimi aydın olar. Baxın, 1500-cü illərdə müstəmləkəçilik dövründə qurulan fərqli sistemlər hər şeyin başlanğıcı idi. 1800-cü illərə, yəni sənaye inqilabı dövrünə çatanda, inklüziv sistemləri seçən ölkələr bu fürsəti göydə tutub sürətlə zənginləşdilər. Ekstraktiv, yəni qorxaq qapalı sistemlər isə inqilabdan kənarda qaldılar. Nəticədə 2000-ci illərə gəldiyimizdə artıq qapıdakı mənzərə bəlli idi. Bir tərəfdə ultra zəngin dünya, digər tərəfdə isə səfalətlə boğuşan milyonlar. Hər şey yüzilliklər öncə verilən o seçimlərin nəticəsidir. İndi burada qısa bir fasilə verib sizinlə bərabər düşünmək istəyirəm. Əgər məsələ sadəcə puldadırsa, o zaman bəlkə kasıb ölkələrə xaricdən milyardlarla dollar kredit və ya qrant verək, vəziyyət düzəlsin. Sizcə bu kömək edər? Nobel laureatlarımızın araşdırmaları sübut edir ki, qətiyyən xeyr. Onlar açıq şəkildə deyirlər ki, kənardan verilən pul ancaq süni, müvəqqəti bir illüziya yaradır. Təməl sistem dəyişmədikcə, vətəndaş güclənmədikcə, o pullar heç bir davamlı rifah gətirə bilməz. İnkişaf mütləq şəkildə ölkənin daxilindən gəlməlidir. Əgər pulla həll olunmursa, bəs nə ilə həll olunur? Baxın, bu sualın cavabı bizim müasir dövrün başqa bir heyrətamiz reallığına gətirib çıxarır. Sizə şok bir rəqəm deyim. 43%. Bəli, iqtisadiyyat üzrə bütün Nobel mükafatçılarının düz 43%-i hazırda ABŞ-da fəaliyyət göstərir. Sizcə bu sadəcə bir təsadüfdür? Əsla. Amerika güclü bir iqtisadiyyat olmaqla yanaşı, tədqiqatçılara, elm insanlarına elə bir sərbəst mühit yaradıb ki, qlobal bir inklüziv ekosistemə çevrilib. Sanki böyük beyinləri özünə çəkən nəhəng bir maqnitdir. Məhz buna görə də bütün dünyadan ən parlaq beyinlər oraya axışır, biz buna beyin köçü deyirik. Bir insanın böyük işlər görməsi üçün nə lazımdır? Keyfiyyətli təhsil, sarsılmaz bir elmi azadlıq və ən vacibi, sənin haradan gəldiyinə, etnik kimliyinə yox, sırf savadına, ləyaqətinə dəyər verən bir mühit. Güclü beyinlərə azadlıq verdikdə, onlar bütün bəşəriyyəti irəli aparırlar. Hansı ölkə intellekti və insan zəkasını hər şeydən üstün tutursa, günün sonunda böyük oyunu qazanan da məhz o olur. Baxın, burada çox vacib və aktual bir yerli təhlilə də toxunmaq istəyirəm. Bildiyimiz kimi, Daron Acemoğlu İstanbulda doğulub və erməni əsirlidir. Yerli mətbuatda dərc olunan maraqlı bir təhlildə qeyd edilir ki, dünya miqyaslı bir iqtisadçını sadəcə etnik mənşəyinə görə oxumamaq, onun qlobal ideyalarını rədd etmək, məhz bayaqdan danışdığımız o ekstraktiv, yəni geridə qalmış təfəkkürün ta özüdür. Təhlil sübut edir ki, intellektual bir fikrin müəllifinin pasportuna və ya etnik kimliyinə görə kənara atmaq əslində bir cəmiyyətin öz ayağına güllə sıxması kimidir. Həmin məqalədə vəziyyəti izah edən çox sərt, amma yerində bir ifadə də var. Sinifdə qalanlar. Bəli, müəllif vurğulayır ki, rasional düşüncəni elmi kənara atıb, daima zəhərli ideoloji qəliblərə, etnik nifrətə sığınan cəmiyyətlər böyüyə bilməzlər. Onlar daima xırda münaqişələrdə boğulacaq və qlobal sivilizasiyadan təcrid olunaraq inkişaf dərslərindən kəsilib, yəni sözün əsl mənasında dünyada sinifdə qalanlar qrupunda qalacaqlar. Tərəqqi ancaq bu xırda qəlibləri sındırmaqla mümkündür. Yəni buradakı ən vacib mesaj odur ki, gəlin etiraf edək. Elmin, intellektin, dahi kəşflərin heç bir milliyyəti, dini, irqi yoxdur. Maraqlıdır ki, bugün eyni coğrafiyadan, eyni ölkədən, Türkiyədən çıxmış 3 böyük şəxsiyyət müxtəlif sahələrdə Nobel alıb. Kimya üzrə Əziz Sancar, ədəbiyyat üzrə Orxan Pamuk və indi də iqtisadiyyat üzrə Daron Acemoğlu. Onları kimliklərinə görə bölmək nəyə xidmət edir? Heç nəyə. Elm uzaq görən beyinlərin dünyasıdır. Böyük ideyalar bütün o kiçik və süni sərhədləri yıxıb keçir. İndi isə üzümü sizə tuturam, hörmətli izləyicilər. Bütün bu faktların və təhlillərin işığında sizcə bizim öz cəmiyyətimiz hazırda hansı inkişaf yolundadır? Biz açıq fikirliyi, inklüziv qərarlar qəbul edirik, yoxsa hələ də köhnə, ekstraktiv stereotiplərin içində itib batmışıq? Xahiş edirəm, videonu bir anlıq saxlayın və fikirlərinizi rəylər bölməsində səmimi şəkildə bizimlə bölüşün. İnanın ki, bu mövzudakı sizin hər bir rəyiniz kanalımız üçün inanılmaz dərəcədə önəmlidir. Çünki ortada çox konkret bir yol ayrıcı var.
Seçimimiz əslində çox sadədir. Ya qlobal düşünməyi bacaran, rasional mühakimə yürüdən məntiqli, mütərəqqi bir cəmiyyət olacağıq, ya da dar çərçivələrdə məhəllə davası səviyyəsindəki ideoloji qəliblərə qısılıb qalacağıq. 21-ci əsrdə ayaqda qalmaq, güclü bir millət və dövlət olmaq istəyiriksə, mütləq və mütləq intellektin, elmin və sivil inkişafın ardınca getməliyik. Gəlin bugün təhlil etdiyimiz icmalımızı 3 sadə, lakin qızıl dəyərində olan fəaliyyət planı ilə xülasə edək. Birincisi, hər kəsə bərabər şans verən, iştirakçılığı artıran inklüziv institutlar qurmaq. İkincisi, istisnasız olaraq, bəli tam istisnasız, hər yerdə qanunun aliliyini təmin etmək. Və üçüncüsü, hər cür qərəzdən uzaq duraraq, qlobal intellekti və savadlı insanları dəstəkləmək. Millətləri tənəzzüldən xilas edib zirvəyə qaldıracaq tək və dəyişməz resept məhz budur. Və sonda sizi yenə də ən başa, o böyük sualla baş-başa buraxıram. Cəmiyyətləri irəliyə aparan o qırılmaz, sarsılmaz əsas qüvvə nədir? Bugün bərabər etdiyimiz bu dərin icmal, göstərdiyimiz tarixi faktlar barədə siz nə düşünürsünüz? Müzakirəmizi mütləq rəylər bölməsində davam etdirək, mən hamısını bir-bir oxuyacağam. Əgər bu icmal sizə nəsə qatdısa, faydalı oldusa, xahiş edirəm bəyənmə düyməsinə basmağı, dostlarınızla paylaşmağı və daha çox belə təhlillər görmək üçün kanalımıza abunə olmağı unutmayın.